bir günaha görə tövbə eləsək, axirətdə ona görə cavab verəcək, yəni ixlasla tövbə eləsək. Yox. Qətiyyən. Yoxdur ona cavab. Elhamdülillah. Bəs edir ki, sən tövbəni edəndə, həmin tövbə etdiyin vaxtı o 3 şərt yerində olsun. Çünki İmam İbn Qayyim Rahiməhullah Mədarij Səlikin kitabında deyir ki, 3 şey var. İzəctəməə fi vaktin, bir vaxtda, hansı vaxtda? Tövbə edilən vaxtda deyir. Sabah yox. Məsələn, ikisi tövbə edilən vaxtda baş verib, cəm olub. Birini sabah edəcəm, elə yox. Tövbə etdiyin vaxtda 3 şey cəm olarsa, sənin deyir, etdiyin tövbə Allahın dediyi tövbədir deyir. Vallahi belə də deyir axı. Allahın dediyi tövbə hansıdır? Nəsuh. Ya eyyuhəl-ləzīnə əmənu tubu ilallahi tövbətən nəsuha. Ey iman gətirənlər, tövbə edin Allaha, nəsuh tövbə. Allah bizdən nəsuh tövbə istəyir, səmimi. Nəsuh tövbədə 3 şeyi özündə cəm edən tövbədir. İmam İbn Qayyim Rahiməhullah deyir. 1. Peşmançılıq, həmin o 3 şey hansıdır? Həmin vaxtda insana lazımdır. Ən-nədəmu deyirlər bunu ərəb dilində. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, ən-nədəmu tövbət. Ən-nədəmu tövbətun. Peşmançılıq tövbədir. Yəni, insan günahına görə peşman olubsa artıq birinci şərt yerindədir. İkinci iqla deyirlər buna. Həmin əməli tərk etməlidir. Yəni, sən əməldə qala-qala o günahı tövbə etmə mümkün deyil. O günah silinmir. Məsələn, bir insan sigaret çəkir, deyir, tövbə eləyirəm, amma çəkir. Yox, o tərk olmalıdır o əməl. Ondan sonra bağışlana bilər. Tərk etməmisənsə, o günah bağışlanmıraq. Hələm edirsənsə, amma tövbə də edirsə, o tövbə sayılmır. Allahın dediyi tövbə deyil. Üçüncü, bir daha o günaha qayıtmasan. Bu 3 şey səninlə Allah arasında olan günahda bu cürdür. Qul haqqı əlavə olunarsa, 4-cü şərtdə qoşulur ora. Hansıdır? Halallaşma. Halallaşırsan, vəssalam, bu da olur nəsuh tövbə.